Sumqayıt şəhərində geniş miqyaslı təmizlik işləri diqqət çəkir. Şəhər üzrə uzun müddətdir istifadə olunan və artıq yararlılığını itirmiş tullantı konteynerləri təmizlik departamenti tərəfindən sökülərək ərazidən çıxarılır. Onların əvəzinə müasir, daha həcmli və sanitar normalara cavab verən yeni tullantı qutuları quraşdırılır. Bu yenilik şəhərdə məişət tullantılarının toplanmasına və ətraf mühitin qorunmasına ciddi şəkildə müsbət təsir göstərir. Məqsəd təkcə köhnə konteynerləri dəyişməklə məhdudlaşmır. Hazırda şəhərin müxtəlif istiqamətlərində təmizlik tədbirləri genişləndirilib. Xüsusən də park və yaşıllıq zonalarında toplanan yarpaq və məişət tullantıları operativ şəkildə yığılır. İstirahət məkanları hər gün təmizlənir. Uşaq meydançaları və piyadaların sıx istifadə etdiyi ərazilər xüsusi texnika ilə yuyularaq təhvil verilir. Bununla yanaşı şəhərin əsas prospektləri və küçələrində yerləşən səkilərin yuyulması işlərinə də start verilib. Səth yuyucu texnikalar vasitəsilə səkilərdən toz, palçıq və digər çirklər təmizlənir. Bu proses mütəmadi xarakter daşıyır və xüsusən küləkli havalarda tozlanmanın qarşısını almaqda mühüm rol oynayır. Təmizlik departamenti həm də əhalinin rahatlığını təmin etmək üçün məhəllədaxili küçələrdə də işləri gücləndirib. Binaların həyətləri, zibil meydançalarının ətrafı, yaşıllıq zolaqları və piyada keçidləri gündəlik əsasda təmizlənir. Yeni tullantı qutularının quraşdırılması isə bu sistemin daha səmərəli işləməsinə şərait yaradır. Çünki müasir konteynerlər həm qoxunun yayılmasını məhdudlaşdırır, həm də tullantı daşınması zamanı sızma problemini aradan qaldırır. Qarşıdakı aylarda da bu işlər ardıcıl şəkildə davam edəcək. Məqsəd Sumqayıtın həm gündüz, həm də gecə saatlarında təmiz və səliqəli saxlanılması, şəhərin ekoloji mühitinin yaxşılaşdırılmasıdır. Tullantıların düzgün idarə olunması yalnız texniki iş deyil, həm də şəhər mədəniyyətinin vacib hissəsidir. Nəticə etibarilə aparılan tədbirlər Sumqayıtı ölkənin ən təmiz və ən nümunəvi şəhərlərindən birinə çevirmə istiqamətində mühüm addım hesab olunur. Yeni konteynerlər, gücləndirilmiş təmizlik briqadaları və genişlənmiş ekoloji proqramlar şəhərin gündəlik həyatında müsbət dəyişikliklərə yol açır. Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.